Salam herkese. Bugün Gənclər Toyum üçün pre-wedding çəkilişinə gedirik. Görmüşəm, taksinin gəlməyini gözləyirəm. Gedirəm bugün ola. Saçlarımı takım edəyək. Videomu çəkirəm canlarım üçün. Çünki həmişə deyirlər vlog çək. Bu səfər dedim çəkəcəm. Dağğalı olacaq. Ehtiram bəyin indi saçılmağına baxın. Dostlar. Belə yuyacaq saçımı. Dostlar, biraz öncə tam da bunu deyirdim. En zəhləm gedən şeydir də bu. Bu sındırması da qaldı. Əlimi də götürdüm, gəldim. Raisə xanım mənə make-up eləsin. Unpacking eləyəcəyik. Burada tadlarım var. Dinləməsin. Yaxşı, aç rahatdan. Aç. Tam bir queen. Enişteniz gəldi. İndi saçımı yığırıq bərabər. Aa, nə əlaqəsi var? Bu da güllərimdir. Baxın, yaşıl güllərim var. Dostlar, biz biraz acıq, ona görə gəldik. Tez McDonald'sda biraz atışdıraq. Yeyək, biraz çıxacaq. Çətin sıxındı aşkım? Nə deyim? Acam. Belə yemək istiqamında. Tacım səncə əyri deyil. Yox, sənə də yox. Hə? Yox, belə iş. Tez-tez yeyirik dostlar. Çatdıraq deyə. Əslində biraz gecikmişik. Biz nişandan da çıxanda McDonald's-a getmişik, yəni. Hə, axşam getmişik gecə. Təsəvvür edin, bəy gəlirsiniz, sizin nişanınızı və heç nə yeyə bilməmisiniz. Məncə çox adam yeyə bilmir. Çox adam məncə yeyə bilmir. Sonrasında var, amma biz nə yemədik həmən gün? Bilmirəm, adam stressdənmi, həyəcandanmı, qaça-qaçdanmı alınmır elə bir yemək. Gecə çıxdıq, nişandan getdik, McDonald's-a yedik. Ay, makyajım üçün nişanda necə qəşəng görsənir. Adamı yadımdan çıxardıb, salonda qoymuşam, İbonu yolladım, tez getdiyində gətirsin, gəlsin. Amadalarımı gətirdim. İndi rolar arxasındadır. Gedirik gəlinliyim geyinməyə. Dostlar, öz əllərimlə belə bir broş hazırlamışam. Ceketinin burasına taxacaq. Öz əllərimlə. Necə də marifətli bir insana görürsən, İbrahim. Bax, şükür elə ki, mənim kimi marifətli sevgilim var. Dostlar, gəlinlikdə belə oturmuşam, maşına sığındayam. Enişteniz necədir? Yakışıklı kocam. Baxın üzərindəki broş mən hazırlamışam. Öz əl əməyim. Handmade. Necədir sənə də? Əlinə sağ ol. Məndə direktdə belə bir sevgilim var. Nə olsun ki, yemək pişirməyə bilmirəm. Denən bacarıqsan. Bacarıqsan. Nə? Bacarıqlı sağ ol. Öyleyimdir. Buyurun. Danışanda. Məkana sadəcə tez çatmışıq dostlar. Ona görə gözləyirik ki, fotoqraf, videoqraf, resmi ekransı gəlsin. Elə başlayaq. Belə bir insan başa düşə bilmirəm də. Yəni bəylikdəsən də sən. Yəni niyə ki? Enişteniz indi saçımı açır. Bu işə gəlir. Aşkım, diqqətlə baxmalısan. Tacımı çıxardarsan. Tacıma dəymə. Gəlinim necədir dostlar? Baxın. Necə olmuşam? İbo orada indi çəkiliş edir. Dedim mən də poz verin burada, mən görəsiniz. Bantiklərime baxın. En sevdiğim gəlinliyimin detallı da bu. Oldu ki, bayaq niyə olmamışdı? Çünki mən yox idim. Gözləmirəm. Elə deyil. Baş tez gətir. Əla. 1. Gözləm. Evet. Biraz qaydın da.
Amma mən gözləri burum. Gözlə vurma ya. Aa, bu belə olur. Aha. Öp. Al. Saxla. Hayda. Baş oradan vur elə. Suyu falan. Suya qaç. Girəcəyik, o suların altına girəcəyik dostlar. Böyle bir aksiyon da eləyirik. Şöyle başımıza ne iş gəlir? Hayda, bir də sinəksiz çəkib. Gel bura. Biz hoca. Oy dolan da sen. Aynen ya oradan. Allah. Su buna gəlir yox Beşik. Demək istəyirəm. Sana dönmüşük dostlar. Bir dənə vəziyyətimizə baxın. Əziyə. Su, Aha. palçı, Evet. yağış, ot. Hal-hazırda Səkinə ilə gəlinliyimi açmağa çalışırıq. Suya melək elə. Saçıma baxın. Aça bilmirik dostlar. Bu günümüzdə belə bitirdik dostlar. Ümid edirik ki, maraqlı oldu. Bizə görə maraqlı oldu əslində. Ümid edirəm ki, sizə görə də maraqlı. Bəli. Əgər bəyənsəniz, yorumlarda yazın. Ardı gələcək belə vloqların. Sağ olun.